Salam dəyərli dostlar, dəyərli izləyicilərimiz. Cantepe'dəyik, Masazır qəsəbəsi Cantepe marşrutu. 142 nömrəli marşrut xəttinə və 569 nömrəli marşrut xəttinə yaxın ərazidə. Там тоскелет, я еле-еле, Женя шевелит, финик или гелик. Тут вас в теле, понял, не канители. Классик, 9 тренировка, ночь север. Там тоскелет, я еле-еле, Женя шевелит, финик или гелик. Тут вас в теле, понял, не канители. Классик, 9 там, все сели. Окна опущены, ночи неторопливый газ. Взгляды сорок, сучек, ловит блестящий таз. Плюс бас, опасный саундтрек. Чисто каста, смоки, вутенг или доктор Дре. Блестящим найком, ковры полянам плавно. Игры, порядок, плану и в хлам. Как сияют стволы, как шмаляют стволы. Не знаем, мы долбим сру. Fundament beton karkasına kimi vurulub hazır vəziyyətdədir. İşıqlar tam qoşulmadığı üçün videomuz qaranlıq düşə bilər. Üzürlü sayın. Səhifəni bəyənib like etməyi unutmayın dəyərli dostlarımız. Çünki bu səhifədə sizlərə hər gün yeni videolar çəkib paylaşıram dəyərli dostlarımız. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəhlizdən tavana keçid etmək mümkündür. Solda yerləşir evin qonaq otağı. Studiya mətbəx sahəsi arka işləmələrlə işlənilib. İstəyə uyğun olaraq ara kəsməni bağlaya bilərsiniz dəyərli dostlarımız. Çox gözəl dizayn edilib. Bu qiymətə, bu təkliflə bazarda kupçalı ikinci bir variant yoxdur. 53.500 manata satışa çıxmış sizlərə 3 otaqlı həyət evi təqdim edirəm. İstəyə uyğun olaraq pəncərə sahəsi qoyulub, yəni bağlasaz, mətbəxin də pəncərəsi olur, qonaq otağına da. Mətbəx meblinin yerləri, aksesuarların xətlərinə kimi quraşdırılıb, hazır vəziyyətdədir. Evin də, torpağın da sənəti alınıb, tamamilə hazırdır. İstənilən asan xidmət və notar mərkəzlərində alqı-satqı etmək mümkündür. Böyük kvadratlara malik yataq otaqları var, pəncərələrin qarşısını heç bir maneə tutmur, istilik sistemin xəttinə kimi çəkilib, polu taxtadır, ideal bir evdir. Yaşayış olunmayıb, təmirdən təzəcə istifadəyə verilir, dəyərli dostlarımız. Keçək sanitar qovşaqla da sizləri tanış edeyim. Tam təchizat bütün aksesuarlarına kimi quraşdırılıb, hazır bir vəziyyətdə havalandırma üçün pəncərə sahəsi də qoyulub. Dəyərli dostlarımız, kupçalı 53.500 manata sizlərə həyət evi təqdim etdim. Gələn videolarda sağ olun, sağlıqla qalın.